Talih bəzən insanı elə yollara aparır ki, həmin yolların sonunda nə şöhrət, nə də sərvət qalır. O, əvvəlcə sadəcə səsi ilə tanınırdı. Məclislərdə, toy-büsatlarda hamının diqqəti onun üzərinə yönəlirdi. Xanəndə kimi ad çıxarmış Seyid Mirbabayev bir gün təsadüfən milyonçuya çevrildi. Lakin var dövlətin gətirdiyi şöhrət, səsinin gətirdiyi şöhrəti üstələdi və o sənətdən üz döndərdi. Həyatının sonunda isə nə milyonçuluqdan əsər qaldı, nə də əvvəlki şöhrətindən. Seyid Mirbabayev öz məlahətli səsi ilə insanların məhəbbətini qazanmışdı. O səs mənəvi zövq mənbəyi idi. Sahibinə əbədi şöhrət gətirirdi. Xalq arasında dolaşan söhbətlərə görə Hacı Zeynalabdin Tağıyev də onun səsinin vurğunu olub. Onu vaxtaşırı evinə dəvət edərək oxutdurub, haqqını qat-qat artıqlaması ilə verib. Deyib ki, bu səs Allahın vergisidir, Tanrı töhfəsidir. Səsinin qayğısına qal, çorlanmağa qoyma, sonra peşman olarsan. Bəli, talih elə gətirib ki, Seyid Mirbabayev nəinki səsinin qayğısına qalmayıb, hətta sənətdən uzaqlaşıb və sonda da hacının dediyi kimi peşman olub. Əsl adı Mirtağı olan Seyid Mirbabayev 1867-ci ildə Bakıda Mərsiyəxan ailəsində doğulub. Bir müddət atası və qardaşları kimi mərsiyəxanlıqla məşğul olub. Amma bu qısa çəkib. Toylarda oxumağa başlayan Seyid Bakıda muğam məclislərində də fəal iştirak edib. Eləcə də teatr tamaşalarının fasilələrində oxumağa fürsət tapan Seyid Bakıda keçirilən konsertlərdə özünü göstərə bilib. Xanəndə kimi şöhrətini də belə məclislərdə qazanıb. Səsinin vala yazılması üçün 1906-cı ildə Latviyadakı qramofon şirkəti tərəfindən dəvət alıb. Xanəndə əsasən Bakıda toy məclislərində oxuyurdu. Toyların birində Seyid elə oxumuşdu ki, bəyin əmisi ona Balaşoranlıq qəsəbəsində bir quyu verdiyini sevinclə qışqıraraq bildirmişdi. Çox keçmədən Mirbabayevin Balaşoranlıqdakı quyusundan neft fontan vurmağa başlayır. Beləliklə, xanəndə bir anda neft milyonçusu olur. Bundan sonra neft sənayesinin nüfuzlu nümayəndələrindən biri və milyonçu olan Mirbabayev xanəndəlikdən uzaqlaşır. Onun haqqında görkəmli yazıcı Manav Süleymanov Azərbaycan milyonçuları Hacı Zeynalabdin Tağıyev kitabında yazırdı. Bəxt ulduzu birdən parlayan neft xudalardan biri də milyonçu Seyid Mirbabayev idi. O, milyonçu olduqdan sonra musiqi sahəsindəki fəaliyyətinə son qoyub, toylarda müğənni kimi çıxış etməkdən bir dəfəlik uzaqlaşıb. Milyonçu olduğuna görə xanəndəlik etməyi özünə ar bilib. Daha doğrusu, özünün xanəndə adından utanıb. Çünki var dövləti başından aşıb. Toylarda onu kimlərinsə pul qarşılığında oxutmasını milyonçu adına yaraşdırmayıb. Tarixdə xanəndə kimi qalmaq istəməyib. Hətta bir dəfə buna görə Varşavada ifalarının yer aldığı valları baha qiyməti alaraq yerə çırpıb. Milyonçu Seyid Mirbabayev bir çox məşhur evlərin sahibi olub. O vaxtlardan qubernator evi kimi tanınan məşhur ev də Seyid Mirbabayevin tikdirdiyi mülklərdəndir. Milyonçu həmin evini Rusiya quberniyasının qubernatorluğuna icarəyə verdiyi üçün qubernator evi adlanıb. Bakı şəhərindəki hazırki Azneft meydanı kimi tanınan yerdə yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin binası Seyid Mirbabayevə məxsus olmuşdur. O, həmin evdə 1920-ci ilədək yaşayıb. Lakin bolşeviklər Azərbaycanı işğal etdikdən sonra mülkləri müsadirə edilib. O, Bakıdan Fransaya köçmək məcburiyyətində qalıb. Çox çəkməyib ki, özü ilə Fransaya apardığı var dövləti və sərvəti tükənməyə başlayıb. Bir sözlə, milyonçu Seyid Mirbabayev müflisləşib. O, müflisləşdikdən sonra təsadüfən Parisdə Teymur bəy Aşurbəyli ilə rastlaşıb. Teymur bəy Aşurbəyli o zaman Tehranda yaşayıb. Həmin vaxt Parisə alış-veriş üçün gedib. Seyid Mirbabayevi acınacaqlı vəziyyətdə görən Teymur bəy onu özü ilə İrana aparıb. Beləcə, Seyid Mirbabayev Tehranda məskunlaşıb. Ömrünün sonuna kimi orada Bakılıların çayxanasında xanəndəlik edib. Azərbaycanın görkəmli bəstəkarı Cahangir Cahangirov 1978-ci ildə Xanəndənin Taleyi adlı operasında acı taleli Seyid Mirbabayevin prototipini yaradıb. Vətənini milyonçu kimi tərk edən Seyid Mirbabayev 1953-cü ildə Tehranda 86 yaşında kasıb, kimsəsiz bir müğənni kimi vəfat edib.